Ölkə üzrə qurbanlıq qoyunlarının qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır. Ötən ilə müqayisədə qiymətlərdə nə qədər artım var, izləyək. 26 kilodur. Belə heyvanlar bax bu qiymətə vurulur. Yəni 11 manata vurulur. Yəni 26 kiloluqlar ta 35 kiloya qədər 11 manata vurulur. 35-38-dən yuxarı 10 manata vurulur. 40-45'lər isə vurulur 9'a, 9.50'yə. Görüntülər paytaxt ərazisindəki heyvan satışı məntəqələrinin birindəndir. Qarşıdan gələn Qurban Bayramı münasibəti ilə artıq bəzi ünvanlarda satışa başlanılıb. Həm diri heyvan, həm də hazır ətlərin qiymətində ötən ilə nisbətən artım müşahidə olunur. Cəllabat, imişli, beyləqan heyvanlardır, ağcabəd heyvanlardır. Böyüklər 9.50'dir, xırdalar 11 manat. Keçən ilkindən bu ilkinə qədər fərq var, yemlə nə qədərdir. Ayrıca əti 18'ə də var, 19'a da var, 20'yə də var. O heyvana görə dəyişir. Nəyə görə? O da otuna yeminə görə. Otu yemi bahadır deyib, mən ona görə. Keçən illəri məsəl üçün verirdik 18'ə, 19'a, bir verir 20'yə, 21'ə. Başlayıb gəlib alırlar yoxsa? Gəliblər, Allaha şükür. Bir bu günləri elə bir 10 dənə heyvan behləmişəm, qurbanlıq heyvanı. Xeyirli olsun. Hə, telefonla da bir dəqiqə 10 dənəsini behlədim. Bölgələrdə də qiymət artımı müşahidə olunur. Keçən il alırdı 18 manata, bir il olub 19 manat. 1 manat fərq eləyibdir. İndi qurbanlığa görə məcburuq ki, almalıyıq. Qazanımızda ətimiz qaynasın deyil. Ucuzlaşsa lap gözəl olar. Tovuzda fəaliyyət göstərən satıcılar səbəbi bu cür izah edirlər. Keçən də fərqi harsa ətin 2-3 manat qalxıbdır. O da səbəb mal bazarının olmamağıdır. Tovuzda heyvan az olsa gedirdik Qazaxdan da alırdıq. İndi elə bir bütün bölgələr hamımız Gəncəyə gedir. Biz də məsələn buradan Gəncəyə getmək üçün 5-10 manat maşına verməliyik. Əvvəlcə elə bil erkək hardasa 6-7 manata diri çəki alırdıqsa, indi 8 manat 9 manat arasındadır iri eşəklər. Quzun da məsələn diri çəki tərəziyə qoyurlar 10 manatdan. O da gəlir 20 manata düşür. Mayın 27-28-də qeyd olunacaq Qurban Bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Qida Təhlükəsizliyi Agentliyindən ATV xəbərə bildirildi ki, satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək. Heyvanların kəsimi isə baytarlıq sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək. Bəzi regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. İsmail Əmirli, Yalçın Əmirzadə, ATV xəbər.